Xanım bizdə dünən vaginoplastika əməliyyatı olub. Əməliyyatdan bir gün keçib. Günel xanım, özünüzü necə hiss edirsiniz? Baxın, əməliyyatdan bir gün keçib. Ona rəğmən yaxşısınız, yaxşı görünürsünüz. Necə keçdi əməliyyatınız? Əməliyyatım super hər kəsdən. Həkimdən, həkimin yanındakı qızlardan çox razıyam. Çox mehriban kollektiv. Demək olar ki, necə əməliyyat keçdi, heç onu bilmədim. Danışmaq, gülmək, yəni çox yaxşı idi. Hətta yatızdırmaq belə istədilər, onu da qəbul etmədim. İstəmədin, hə? Maraqlı keçirdi çünki əməliyyat. Təşəkkürlər, minnətdaram hər bir şeyə görə. Yenə də maraqlanırsınız mənimlə. Çox sağ olun. Yəni yaxşı idi. Tövsiyə edirəm ki, Əfsanə xanımın əməliyyatlarından qorxmasınlar, ümumiyyətlə gəlsinlər. Çox gözəl əməliyyat eləyir. Kollektivi də çox gözəldir. Çox anlayışlıdır. Təşəkkürümü bildirirəm bir daha. Sağ ol Günel, sağ salamat inşallah. Bugün artıq evə yola salırıq onu.